Salamlayıram səni Namiq. İlk öncə komandaya uğurlar arzu edirəm. Rəqib Modern komandasıdır. Qeyd edim ki, Moderndə bombardir oyunçu var Sabit. Hər halda baxmısan, analiz eləmisən. Bu gün çox görəcəyik sizlə onun mübarizəsini. Nə düşünürsən? Buyur. Şanlı söyləyək öncə. Bütün turnir iştirakçılarını, bütün komandaları uğurlar arzulayıram. Gözəl təşkilatçıdır, gözəl çempionatdır. Rəqib zəif rəqib deyil. Bura gəlib çıxsa deməli güclü rəqibdir. Və Sabiti tanıyırıq. İnşallah ki, qələbə bizimlədir. Daha doğrusu qələbə layiq olanındır. Uğurlar hər birinə. Uğurlar, sağ ol. Salamlayıram səni Sabit. Sabit, qeyd edim ki, ilk öncə sənə komandaya uğurlar arzu edirəm. Rəqib best komandasıdır, heç də zəif heyəti yoxdur. Qeyd edim ki, sənə bu gün hücumda mane olan oyunculardan biri Namiqdir. Namiq də fikirlərini bildirdi. Nə düşünürsən? Səncə qol vura biləcəksənmi və top sayını yenə də qaldıra biləcəksənmi? Buyur. Salam aleyküm, çox sağ ol, təşəkkür edirəm. Biz komandasına uğurlar arzulayıram. İnşallah biz də heç də zəif deyilik. Yəni qrup mərhələsində öz sözümüzü demişik. İnşallah bir hücumçu olaraq vəzifəm qol vurmaqdır. Komanda yoldaşlarım dəstək olsa, rəqibin fərqindən asılı olmayaraq, kimindən asılı olmayaraq öz sözümü deyəcəm yenə. Bəli, uğurlar. Sağ ol. Təşəkkür edirəm. Kozaldım belə. Salamlayıram sizlərə əziz izləyicilər. Bugün ikinci qarşılaşmadır. Best komandası ilə Modern komandası qarşılaşır. Həqiqətən də bu gün çox maraqlı oyunlardan da biridir. Qeyd edim ki, digər oyun 5-0 Respekt komandası Qocalarevini məğlub etdi. Oyundan öncə də bəzi oyunculardan müsahibələr aldıq. Fikirlərini bölüşdülər. Baxaq dedikləri kimi olacaq. Necə olacaq hesab? Şərtsiz Məmir Ceyhun Mənsimovdur. Təşkilatçı Old Cup 35 Plusun Fərid Məmmədovdur. Qeyd edim ki, həmçinin Fərid Məmmədov hakimlik edir. Az sonra oyun başlayacaq. Sizə ilk öncə best komandasının heyətlərini açıqlayayım. Kapitan Bayramov Qoşqar 10 nömrəli oyuncu Cəfərov Ceyhun, 5 nömrəli oyuncu Məmişov Seyavuş, 39 nömrəli oyuncu Yusifov Namiq, 9 nömrəli oyuncu Hüseynov Orxan, 8 nömrəli oyuncu İsayev Omarxan, 13 nömrəli oyuncu Şərifov Sənan, 7 nömrəli oyuncu Çubanov Şahmurad, 4 nömrəli oyuncu Əliyev Fəriddir. İndi isə Modern Futbol Klubunun heyətlərini açıqlayıram. Kapitan 10 nömrə Əliyev Sabit, bombardir qeyd edim. 77 nömrəli oyuncu Eyyubov Rəşid, 7 nömrəli oyuncu İsmailov Arzu, 13 nömrəli oyuncu Talıblı Rəşadət, 9 nömrəli oyuncu Məmmədzadə Zakir, 3 nömrəli oyuncu Osmanov Rövşən, 1 nömrəli qapıcı Məmmədov Vaqif, 11 nömrəli oyuncu Məmmədov Arifdir. Təhlükə hücum görəcəyik bez komandasına. Orxan pası dəqiq olmadı. Top Namiqə gəlir. Qeyd edim ki, hal-hazırda da gördünüz Sabitlə Namiqi. Maraqlı mübarizə görəcəyik bu iki nəfərdən. Qüvvətli zərbə, amma qapı tiri Modern komandasını qurtardı. Qapıcı topu yerinə yetirəcək Vaqif. Vaqif müdafiəçisi ilə oynayır. Pas dəqiq olmadı Ceyhundan. Topu uğurladı Arif. Arif irəliləyir, itirmədi. Nə edəcək? Arifin zərbəsi Namiqdən blok və top
Şahmuraddadır. Şahmuradın pası keçmir. Rəşadət dəqiq oynadı. Out yerinə yetiriləcək. Siyavuş qapçı ilə oynadı. Topu uzaqlaşdırırlar. Keçdi onunla əla. Topu saxlaya bilmir. Qapçı Vaqif. Uzun bir pas. Namiq başla topu uzaqlaşdırır. Bir də başla zərbə gördü Rəşadətdə, amma dəqiq olmadı. Uzun bir pas Namiqdən Şahmurad pasını verdi, amma blok qoyuldu. Baxır Şahmurad kimlə oynayacaq? Bəli, saniyə bitdi və qapçı topu yerinə yetirəcək. Vaqif Arif ilə oynadı, qardaşı ilə. Namiq qarşısını alır, pasını da verdi. Rəşiddən pas keçmir. Topu uzaqlaşdırır Siyavuş, amma dəqiq olmadı. Arif irəliyir, önü boşdur. Bu zərbəsinə Şahmurad blok qoyur. Qapçı uzaqlaşdırır topu. Out. Rəşid geriyə Arzu ilə oynadı. Arzudan pas Arifə. Bir də Arzu birbaşa zərbə qapçı yerindədir. Uzun bir pas gəldi. Qapçı ilə özbəyizdir, amma çata bilmir topa. Qapıdan zərbə. Vaqif topu yerinə yetirdi. Rəşadət. Modern komandasının kapitanı Sabit pasını verdi. Rəşadət. Siyavuş blok qoyur və pasını da verdi önə doğru. Ceyhun. Pasını verdi Şahmurad. Zərbəsi Vaqif bir əli ilə topu uzaqlaşdırır. İlk təhlükəli ataklardan biri idi qeyd edim. Namiq küncdən zərbəni yerinə yetirəcək. Pasını verdi, amma Şahmurad dəqiq olmur. Vaqif etirazlarını bildirir komanda yoldaşına. Uzun bir pas, Sabit çata bilmədi. Top qapçıya gəlir. Siyavuş, Namiq itirməyib hələ də. Gözəl hərəkətlər. Bəli, qayda pozulur. Rəşid sərt oynadı, Namiq yerdə qalmışdı. Bes komandası topu yerinə yetirəcək. Silahı dəyişdi Şahmurad. Şahmurad nə edəcək? İtirməyib. Sıyrıldı. Zərbəsi! Qapıdan az zaralı keçir. Hələ ki, Bes komandası üstündür. 7-ci dəqiqədə qeyd edim. Arif irəliyir. Arzu pas istəyirdi. Keçmir. Rəşid itirmədi. Ceyhun topu uğurladı. Pasını da verdi Şahmurad. Şahmuradın zərbəsinə blok qoyulur Rəşadətdən. Qeyd edim ki, yeganə komanda modern komandasıdır ki, heç vaxt transfer eləməyib. İlk dəfə necə qoşulmuşdursa elə də davam edib. Dirəyi gördük, toxunuş yox idi və ikinciden zərbə top Sabitdən meydanı tərk edir. Qeyd edək ki, Bes komandası B qrupunun ikinci yeri olmuşdu 9 xalla. Modern komandası isə A qrupunun 3-cü yeri olmuşdu 9 xalla. Həqiqətən də bu komandalar mən deyərdim ki, eyni səviyyədədir. Baxaq necə olacaq. Oyundan öncə də bildirmişəm, Yunis də bildirmişdi ki, bu hesab bərabər bitəcək. Görək necə olacaq. Qeyd edim ki, bugün heç bir spiker qardaşlarım yoxdur. Yunis, Əli. Növbəti oyunlarda onları görəcəyik. Orxan mübarizəsi. Orxan irəliyir. Zərbə və blok qoyuldu. Gücdən zərbə yerinə yetiriləcək. Fərd Məmmədov gözdən deyir.
Orxan gücdən zərbənin yerinə yetiriləcək. Pas keçmir. Rəşid müdafiədə dəqiq oynayır. Namik geriyə qapıcı ilə oynayır. Siyavuşdan uzun bir pas. Arif topu uzaqlaşdırdı. Uzun bir pas. Yenə top Siyavuşa gəlir. İtkilər görürük hər iki tərəfdə. Rəşadət pasını verdi. Arif. Pas keçmədi. Ceyhun. Gözəl pas. Qapıcı Vaqif. Dəqiq oynayır. Ceyhundan Şahmurada pas. Ceyhun irəliləyir. Zərbəsi qapıdan aralı keçir. Vaqif oyunculara etirazını bildirir ki, necə gəlir ortadan zərbə vurur. Məncə də düz bildirir. Pasını verdi. Arzu topu qəbul etdi. Geriyə Rəşadətlə oynayır. Cinah dəyişmək istəyirdi, amma top meydanı tərk elədi. Şahmurad topu yerinə yetirəcək. Namiqlə oynadı. Namiqin önü boş deyil. Rəşid var onun yanında. Mane olur ona. Axıra kimi mübarizə aparır. Pasını verdi Siyavuş. Rəşid topu meydanı tərk etməyə qoymadı. Arzu yox. Ceyhun az qalmışdı uğurlasın, amma out qazanır Modern komandası. Rəşid geriyə çəkilir. Orxan onu pressing edir. Rəşadət. Rəşid pası biraz dəqiq olmadı və out. Ceyhun topu yerinə yetirəcək. Fərid Məmmədov bildirir ki, ara məsafəsi istəmisənsə, fiti gözləmərsən. Ceyhundan pas. Şahmurad birbaşa zərbə vurmaq istəyirdi. Alınmadı. Sabit gözəl sıyrıldı. Ara pası keçmədi. Siyavuş önə oynayır. Ceyhun. Namik pas vermişdi, amma Vaqif oxudu bunu. Arif topu götürə bilmədi. Ceyhun irəliləyir. Zərbəsi dəqiq olmur. Modern komandası əli ilə, ayağı ilə mane olur BES komandasının oyuncularına. Çox maraqlı qarşılaşma görürük. 12-ci dəqiqədir. Hələ də heç bir komanda qol vura bilməyib. Hesab 0-0'dır. Baxaq nə edəcək? Arif geri oynadı. Arzu topu saxlayır. Sıyrıldı Namik. Hələ də irəliləyir. Və küncdən zərbə qazanır Namik. Yanında Ceyhun var. Ceyhunla oynayır. Ceyhundan içəriyə pas. Vaqif. Pasını verdi. Sabitdən pas Arifə. Arif. Sabit və dirək. Qapıcının seyvi və dirək kömək olur. Namik. Gözəl mübarizə görürük. Namik atıb qaçmaq istəyirdi, amma pas deyildi bu. Namikdən top getmişdi. Meydanı tərk etməyib top. Şahmurad topu uğurladı, amma out qazanır Modern komandası. Arif geriyə oynadı. Arif'dədir top. Topu uğurladı Şahmurad. Ceyhundadır hal-hazırda top. Ceyhun cinahı dəyişir. Namik. Önündə Sabit var, geri oynayır. Qapısı baxır, uzun bir pas. Şahmurad topu qəbul edə bilmədi. Out. Out qazanır BES komandası. Siyavuş topu yerinə yetirəcək.
Namik. Ceyhun'un pası. Fərid. Nə edəcək? Zərbəsi. 200-dən zərbə. Top Arif'dən meydanı tərk etdi. Arif, kaptan işimiz olmasın. Arif. Geriyə Siyavuşla oynadılar. Fəriddən pas. Geç bir. Alt yerinə yetiriləcək. Şahmuradın yanında Namik var. Namik. Topu saxlaya bilmir, itirdilər. Arzudan pas. Topu uzaqlaşdırır. Bəli. Toxunuş var idi. Modern komandası topu yerinə yetirəcək. Uzun bir pas. Sabit topu qəbul edə bilmədi. Qüvvətli almışdı və out Bes komandasının Namik Siyavuşla oynadı. Uzun bir pas. Yalnız karşısın kapçıya ola buna. Oyna bana. Agif. Arzu. Arzu pastı verdi. Rövşən yerdə qalır, bəli. Fərdi Məmmədov cərimə zərbəsi bildirir. Tez başladı Sabit. Arzu. Arzunun zərbəsi blok qoyuldu Şahmuraddan. Topu uğurladı Arif, amma qapıcıdadır top. Önə səsləyir oyuncusunu. Rəşadət müdafiədə gözəl oynadı. Vaqif yerindədir. Rövşən. Önə doğru pas, amma dəqiq olmadı. Ceyhun qapıcı ilə özbəyizdi və gol! Ceyhun komandası sevindirir. Müdafiədə boşluq gördük Modern komandasından və Ceyhun bağışlamadı. Gol sevincini bölüşür komanda yoldaşlarına. Və 16-cı dəqiqədə Bes komandası gol vurur və hesab dəyişir. Arif baxır önə doğru. Rövşən. Uzun bir pas. Siyavuş başı ilə uzaqlaşdırır. Şahmurad. Bəli. Modern komandasındır. Arif. Arif nə edəcək? Pasmı, zərbəmi? Pasını verdi Rövşən. Rövşən zərbəsi, qapıcı topu uzaqlaşdırdı. 200-dən zərbə. Sabit topu yerinə yetirəcək. Arif'lə oynadı. Arif'dən birbaşa zərbə, amma dəqiq olmur. Qapıcı Namik'lə oynayır. Namik sıyrıldı. Bəli. Cərimə zərbəsi. Evet, sarı kart alır Arif və timeout götürülür Bes komandasından. Timeoutdan sonra sizlərləyik. Və timeout bitdi. Bes komandası cərimə zərbəsini yerinə yetirəcək. Fərid baxır, önündə Arif var və top Arifə dəyir. Şahmurad topu uğurladı. Zakir idi bu. Arif gözəl sıyrıldı. Önü boşdu, pas verir. Sabit. Bəli, Siyavuşun əlinə dəymişdi. Düzgün qərar idi. Hesabda 1-0 öndə olmağına baxmayaraq Bes komandasının, amma Modern komandası çalışır ki gol vursun. Həqiqətən də maraqlı qarşılaşma görürük. 19-cu dəqiqədir. Baxaq, ev tapşırığı olacaqmı? Topun başında Arif var. Arif'in zərbəsi və gol! Cərimə zərbəsi və gol! Az öncə sarı vərəq almışdı Məmmədov Arif.
və hesabı bərabərləşdirir. Çox soyuqqanlı sevincini görürük. Sanki çaş-baş qaldı Bes komandası. Topun hardan keçdiyini bilmədilər. Şahmurad Namiqlə oynayır. Namiq, Fərid. Cinahı dəyişdi. Siyavuş. Siyavuşun pası dəqiq olmadı. Top Sabitə gəlir. Sabit baxır, pasını verdi. Arif. Dələsdi sanki. Fərid. Arif oğurladı, amma yenə də topu oğurlayırlar Bes komandası. Siyavuşdan qapıcıya pas. Kobud səhv! Bombardir! Nəyi qaçırdırsan? Axı sən bu fürsətləri əldən verməzdin. Şahmurad Fəridlə oynadı. Uzun bir pas. Müdafiədə Rövşən başla topu uzaqlaşdırdı və out qazanır Bes komandası. Fərid. Şahmuradın zərbəsi Vaqif. Top meydanı tərk etdi. Siyavuş topu yerinə yetirdi. Ceyhun. Şahmurad. Siyavuş. Uzun bir pas. Ceyhun başla zərbəsi Vaqif. Yenə də diqqətlidir qapısında. Rəşadət. Cərmə zərbəsi. Yerdə qalır Rəşadət. Artıq neçənci cərmə zərbəsidir. Həqiqətən də topdan əlavə komandalar döyüşür sanki meydanda. Out qazanır Modern komandası. Tez-tez Bes komandası da dəyişikliklər görürük. Bir daha out. Top Namiqdə meydanı tərk edir. Yox, Siyavuşdan idi qeyd edim. Topu düzgün yerinə yetirmədi. İtirazlar var komanda yoldaşlarına. Namik. Fərid. Fəriddən gözəl hərəkətlər, amma oğurladılar ondan. Və out Modern komandasının. Geriyə Rəşadətlə oynayır. Arif. Arif'in pası keçmir. Bəli, Kobud oynadı Orxan. Canlı səd qurulur qapısı tərəfindən. Sənan tapşırıqlarını verir. Bir canlı səd var. Sabit nə edəcək? Uzun bir pas. Dəqiq olmadı. İkinci hissənin bitməyinə 4 dəqiqə qalıb. Sənan uzun bir pası. Və dəqiq olmur. Qapıdan zərbə olacaq. Vaqif topu yerinə yetirəcək. Müdafiəçisi Rövşənlə oynayır. Rövşən yerlə pası keçmir, amma top yenə də Zakirdədir. Yox, Arifdir bura qeyd edim. Zakiri də oyunda görürük. Arif topu yerinə yetirəcək. Uzun bir pas. Zərbə Zakirdən dəqiq olmur. Siyavuş Fəridlə oynayır. Namiq. Məncə pas biraz təhlükəli pas idi. Və Namiq uzaqlaşdırır. Orada itirsəydi həqiqətən də heç yaxşı olmayacaqdı. Zakir pasını verdi. Arif'in zərbəsi. Blok. Out qazanır Modern komandası. Geriyə oynadı Rövşən. Vaqif. Rəşadət. Geriyə çəkildi Rövşən. Şahmurad topu oğurladı, amma Omarxanın pası dəqiq olmur. Yox, Fərid idi bu qeyd edib.
Arif. Pasını verdi Sabit. Geriyə Rövşən. Rəşadət. Modern komandası cinahları dəyişir, oyuncular mövqelərini dəyişir. Bəli, cərimə zərbəsi bildirir Fərdi Məmmədov. Şahmurad əllə oyuncunu tutmuşdu. Fərdi Məmmədovun göz önündə idi bu. Canlı set quruldu. 2 nəfər var qarşısında Arifin. Arif nə edəcək? Zərbə mi, pas mı? Zərbəsi dəqiq olmur. Sənandan uzun bir pas. Rəşadət topu uzaqlaşdırdı və out. Bes komandası tələsir. Pasını verdilər. Namik önü boşdu. İrəliyir. Pasını yox. Yerdə qalır Arif və cərimə zərbəsi bildirdi. Arif Vagif'le oynayır. Bir daha Arif. Uzun bir pas. Başla Namik topu uzaqlaşdırdı. Sabit Arif'le oynadı və out kazanır yerə Modern komandası. Sabit gözəl sıyrıldı ama Ceyhun uğurladı ondan topu. Rəşadət pas və qapı boşdu. Sabit nə edəcək? Yerdə qalır və Fərdi Məmmədov penaltı bildirir. Modern komandası penaltı kazandı. Kobud oyun çox maraqlıydı. Qapıcı mövqeyində yox idi və oyuncular da qapıya sala bilmədi topu və penaltıdır. Bombardir topu yerinə yetirəcək çox güman. Baxaq, gol sayını artıra biləcəkmi? Fərdi Məmmədov tapşırıqlarını verir və fit bildiriləndən sonra Sabit zərbə vuracaq. Baxaq, qapıcı Sənan topu qurtara biləcəkmi? Komandasını bu goldan xilas etsə, həqiqətən də çox kömək olacaq. Sabit irəliyir, zərbəsi və gol. Sabit sevincini bölüşdü Zakirlə. Top mərkəzə gəlir. Messi deyirlər Sabitə. Həqiqətən də çox gözəl oyuncudur. Hər bir komandaya Sabit kimi oyuncu lazımdır. Out kazanır. Bes komandası hesabda geridədir. Hesab 2-1'dir. Şahmurad topu qəbul etdi. Pasını verdi və zərbə və gol! Orxandan gözəl pas Şahmurada və Şahmurad bitirdi və hesabı bərabərləşdirdi. 2-2. Birinci hissə hələ də bitməyib və hesab 2-2'dir. Hər iki komandada gollar görürük. Maraqlı mübarizə gedir. Rövşən pasını verdi. Namik topu uzaqlaşdırdı. Və birinci hissə bununla bitir. İkinci hissədə sizlərlə olacağıq. İkinci hissədə sizlərlə əziz izləyicilər. Modern komandası topu Bes komandasına verir. Namik topun başındadır. Önə səsləyir oyuncularını. Çox güman qapıcı ilə oynayacaq. Sabit önündədir Namik'in. Uzun bir pas. Dəqiq olmadı. Arif geri oynadı. Rəşadətdən yenə Arifə pas. Sabit Arif'lə oynayır. Önü boşdu. Zərbəsi və gol! Altılığa vurdu topu. Altsa boşluq var idi və Arif topu oradan keçirtdi. Hesab 3-2 olur. İkinci time başlar başlamaz gol görürük. Namik Şahmurad Ceyhun topu itirdi. Sabit uğurladı topu. Zərbəsi qapıcı Sənan yerindəydi. Namik Sənanla oynayır. Silahı dəyişdilər. Şahmurad
Orxana pas, qapçı zədələnir. Sanki ayağı toxundu qapçıya. Qapçı topu yerinə yetirəcək. Vaqif heç nə yoxdur, ayağa qalxır. Uzun bir pas qarşıladılar. Sabit Namiq topu uğurladı. Pasını verdi Ceyhun və pas və gol! Ceyhundan Orxana gözəl pas və hesab 3 olur. Topla mübarizə gördük az öncə. Fərid Məmmədov məncə də düzgün qərar vermişdi. Sabit topa getmədi və Namiq topu uğurladı və gol gördülər. Modern komandası qapıda mərkəzə dəvət olundular. Hesab 3-3-dür. Şahmurad topu uğurlayır. Arzu götürdü ondan topu. Pasını da verdi. Rəşiddən pas. Rəşadət pasını verdi. Rəşid Ceyhun topu uzaqlaşdırır. Rəşid topu tez yerinə yetirdi amma top qapçıya gəlir Sənan. Namiqlə oynayır. Namiqdən uğurladılar amma Şahmurad yetişdi ona. Namiq. Namiqdən gözəl hərəkətlər. Topu ala bilmirlər ondan. Şahmurad irəliləyir. Pasını verdi amma heç kim yoxdur. Dəqiq olmadı. Vaqif Ariflə oynayır qardaşı. Sabit gözəl pas Arifə. Arif qəbul edir amma zərbə vura bilmədi. Yox, zərbə vurdu amma Namiq blok qoyur. Biraz qapıya yaxın olsaydı bəlkə də gol görə bilərdik Arifdən. Bombardir penaltı ilə sevindirib komandasını amma belə hücumlarda gol görməmişik ondan. Namiq irəliləyir. Pasını verdi. Orxan. Zərbəsi Vaqif. Rəşadətdən pas. Arzu. Arzu nə edəcək? Siyavuş topu uğurladı. Pasını da verdi Namiq. Ceyhun. Gözəl sıyrıldı, irəliləyir. Nə edəcək? Pasını da verdi amma Rəşadət oxumuşdu onu. Rəşid. Pasını verdi. Şahmurad qarşılayır. Üstün 2-yə Namiq. Pasını verdi Şahmurad. Qapçı ilə özbəyizdi. Pasını verdi. Namiq nə edəcək? Gecikdi sanki. Oyuncular geri gəldi artıq. Out qazanır. Namiq. Baxır. Geri oynadı. Siyavuş. Namiq. Dəqiq olmadı. Out. Modern komandası yerinə yetiriləcək. Rəşiddən uzun bir pas Arifə amma Şahmurad topu uğurladı. Sənan topu uzaqlaşdırdı. Modern komandasında topu Arzu götürdü. Hər tərəfdə top itkilər görürük. Bəli, əl və toxunuş var idi. Namiq baxır, tez başlayır topu. Ceyhun pasını verdi Orxan amma Vaqif. Müdafiə hara baxır? Bu nə boşluqdur modern komandasında. Qapçı nə etsin artıq? Toxunuş yoxdur. Out qazanır modern komandası. Rəşadə Sabitlə oynadı. Arifin pası. Sabit yerdə qalır amma heç nə yoxdur. Topla mübarizə idi. Ceyhun. Ceyhunun pası Şahmurad. Yox, Arzu topu uzaqlaşdırdı. İtiraz bildirirlər. Fəriddən uzun bir pas Şahmurad. Qapçı Vaqif ayaqlarıyla topu uzaqlaşdırdı. Bu nə boşluqdur həqiqətən də. Çox dağınıq oyun gedir hal-hazırda. Hesab 3-3-dür. Namiq Siyavuşla oynayır. Şahmurad. Rəşid keçdi zərbəsi amma qapçı Vaqif. Topu uzaqlaşdırır müdafiəçilər. Sabit. Bəli, toxunuş var idi əllə. Rəşadət Sabitlə oynadı. Gözəl pas. Rəşid nə edəcək? Yox, anlamadı Ariflə bir-birini. Namiq
Geriye verdi pası Sənan. Təhlükəli oyun görürük. Namik oyuncularını önə səsləyir. Pasını verdi Fərid. Namik zərbəsi qapıda Vaqif. Yenə dəqiq oynayır. Vaqif neydir bu gün? Ceyhun baxır önə. Fəridlə oynayır. Fəridin qüvvətli zərbələri var. Rəşadət mane olur. Topu Modern komandası götürür. Sabit gəlləyir. Pasını da verdi Arif. Topa çatmadı Sabit. Ceyhun. Rəsmir pasını verdi Fərid. Pas dəqiq olmadı. Top qapçıya gəlir. Vaqif. Uzun bir pas Vaqifdən. Taşdı sanki Sənan. Topu yerinə yetirdilər. Sabit pasını verdi. Qapı boşdu. Top qapçıya gəlir. Etirazlar var. Fərdi Məmmədov davam deyir. Çox maraqlıdır. 2-2-dir. Ceyhun irəliləyir. Pasını verdi. Namikdən pas və gol. Gözəl paslaşma. Və bitirir bunu Ceyhun. Top mərkəzə gəlir. Hesabda öndədir BES komandası. Gol vuran oyuncu qeyd edim ki, Ceyhun idi. Gözəl paslaşmalar və gol görürük. Arif, Rəşadət. Pası dəqiq olmadı və out qazanır Modern komandası. Rəşadət. Blok gəlir Orxandan. Arif pası Rəşadətin zərbəsinə Siyavuş blok qoyur. Qapçı da öndədir. Artıq risk edir Modern komandası. Qapçı da öndədir. Rəşid Vaqiflə oynadı. Bir daha Rəşid. Geri oynadı. Vaqifdən pas Arzu. Arzu itirmədi. Pas dəqiq olmur. Namik. Tələsmirlər işi artıq. Namik topu özündə saxlayır. Sıyrıldı. 2 oyuncu geridə qalır. Bir oyuncunu da keçdi. Amma Rəşadət onu izləyir. Dirək! Namik'in qüvvətli zərbəsi. Siyavuşdan önə pas. Bir də zərbə gördü amma qapıdan xeyli aralı keçir. Oyun yolda şakir. Vaqif Rəşidlə oynayır. Rəşadət. Uzun bir pas. Arzu topu qəbul edir. Siyavuşu keçə biləcəkmi? Siyavuş topu uzaqlaşdırır və cərimə zərbəsi bildirir. Kapitan Sabit Fərdi Məmmədova etirazlarını bildirir. Arzu nə edəcək? Yanında Arif var. Arzudan pas. Sabit. Bəli, Fərdi Məmmədov görürdü və penalti kazanır Modern komandası. Artıq ikinci dəfədir BES komandası qapısında penalti görür. Yenə də penaltini Sabit yerinə yetirəcək. Baxaq, dubl edə biləcəkmi? Sabit irəliləyir. Qapıcı nə edəcək? Zərbəsi və gol. Çox rahatlıqla topu tora salır Sabit. Hələ də bombardirlikdə Sabit öz sözünü deyir. Bu oyunda 2 qolu var. Mərkəzə gəlir BES komandası. Hesab isə bərabərdir. Qeyd edim ki 38-ci dəqiqədir. Sənandan pas. Fərid. Topu uzaqlaşdırır. Çata biləcəkmi Orxan? Top çıxmayıb. Orxan pasını verdi. Ceyhundan geriyə pas. Şahmuradın zərbəsi qapıdan aralı keçir. Qapçı Vaqif. Rövşəndən uzun bir pas, amma dəqiq olmadı. Qapçı topu yerinə yetirəcək.
Sənandan uzun bir pas. Top tora dəyir. Out kazanır. Arif tələsir. Pasını verdi Sabit amma itirir. Sənan Sabitdən pressing görür. Top Fəriddədir. Fərid topu uzaqlaşdırır amma dəqiq ola bilmir. Vaqif rəşadətlə oynadı. Uzun bir pas, səhv var idi Rəşadətdən. 2-1 edilər. Orxan zərbəsi. Vaqif bir əli ilə topu gözəl seyv etdi. Şahmurad dəqiq ola bilmədi. Vaqifə həqiqətən də əhsən düşür. Bəlkə də Vaqif qapıda olmasaydı Modern komandası çox qol buraxardı qapıda. Sabit topu uğurladı. Pasını verdi. Arif'in zərbəsinə blok qoyuldu Şahmuraddan. Rəşadət. Bəli, əllə toxunuş var idi. Zərmə zərbəsi top Rəşadətin əlinə dəymişdi. Fərid Şahmuradla oynadı. Şahmurad edəcək. Öndə oyuncuları yoxdur. Ceyhun'a pas. Fərid elə bildi ki top çıxır. Oyuncusu yox idi elə bilirdi yanında amma Ceyhun oradaydı. Bir daha cərmə zərbəsi. Uzun bir pas. Arif topu çıxmağa qoymadı. Cinah dəyişildi. Arzu. Bir daha Arif'le oynuyor. Heç nə yoxdur. Fərid. Zərbə. Dəqiq olmadı. Sabit'le oynayır Vaqif. Sabit sanki yorulub. Uzun bir zərbə idi bu, bəli. Qapısının önündə olduğunu görür amma dəqiq ola bilmir Sabit. Namiq. Namiq irəliyir. Topu uğurladılar. Sabit. Sabit'in pası və qapıcı Sənan gözəl oynayır. Arif sevindirə bilmədi komandasını. Arzudan pas Rəşadətə. Rəşid. Rəşid irəliyir amma out kazanır PES komandası. Qeyd edim ki 4-1 mərhələsidir. 2 oyundan ibarətdir 4-1 mərhələsi. Baxaq necə olacaq. Təkcə bu oyunda bitməyib. Növbəti oyunda var qeyd edim. Siyavuşdan blok gəlir. Arif. Pasını verdi Rəşiddən Arifə. Arif'in zərbəsi Sənan. Topu uzaqlaşdırdı. Rəşadətlə başla uzaqlaşdırır amma out kazanır PES komandası. Namiq geri oynadı. Şahmurad. Sənan. Fərid. Mərkəzdə boş idi. Namiq. Fərid. Namiqlə oynayır. Namiq irəliyir. Sıyrıla bilmədi. Out kazanır. Namiq baxır. Fərid boşdur. Kim baxır ora? Dirək. Dirək. Modern komandasını qurtarır həqiqətən. Namiq gözəl görmüşdü Fəridin boş olduğunu. Amma dirək. Zərbə olacaqmı? Blok qoyulur müdafiəçilərdən. Orxan nə edəcək? Geriyə oynadı. Namiq. Uzun bir pas. Qapçı Vaqif. Arzu əks hücum. Arzu pasını verdi amma dəqiq ola bilmədi. Mane olurdu ona Şahmurad. Namiq irəliyir. Topon varsa yedir. Geriyə oynadı Şahmurad. Ara pası keçmir Rəşadət. Orxan. Geriyə oynadı Siyavuş. Qapıcı da geridən tapşırıqlarını verir Siyavuşa. Orxan sanki pas versəydi Fəridə daha yaxşı olardı. Özü qapıya vurmaq istədi amma dəqiq olmadı. Rəşid. Geriyə oynadı Vaqif. Rəşadət. Vaqif.
Pressing bildirir Namik. Qapıcı topu uzaqlaşdırır. Arifdən başlı zərbə qapıcıya gəlir. Uzun bir pas. Rəşadət qarşıladı. Rəşid. Ara pası keçmir Siyavuş. Hər iki komanda da tez önə pas verməyə çalışır. Zərbə Arifin. Sabit az qalsın uğurlayacaqdı. Amma Sənan önə çıxaraq topu götürdü. Rəşadət topu uzaqlaşdırdı. Şahmurad. Fəridə pas. Fərid çata biləcəkmi? Yox. Biraz bərk alındı. Rəşadət. Rəşid. Zərbəsi Şahmurada deyir. Top 5 komandasındadır Namik. Arif qarşısını alır. Önü boşdur. Zərbə! Qapıdan az aralı keçir. Namikdən gözəl uğurladı Arif. Qeyd edim ki, Arifin sarı kartı var. Qapıcı Sənan baxır önə. Ara pası dəqiq olmadı. Qapıdan zərbə olacaq. Qeyd edim ki, bu oyunda çox az paslaşmalar görürük, amma bu oyundan öncə həqiqətən də Respekt komandası gözəl pasları ilə atak qurmalar gördük və hesabda da 5-0 qalib gəldi. Bunun da səbəbi komanda şəklində oyundur. Qeyd etmək lazımdır bunu həqiqətən. Çox gözəl hazırlaşıb Respekt komandası 4-də 1 mərhələyə. Amik yerdə qalır Rəşadət. Mərd Məmmədov cərimə zərbəsi bildirir. Namik Çobudov oynamışdı. Sabit topun başındadır. Arzu ile oynuyor. Sabit. Son bir pas. Topu uğurladılar. Namik pasını verdi Fəridə. Fərid nə edəcək? Pas keçmədi Vaqif. Yenə də qapısında diqqətlidir. Uzun bir pas. Sabit. Siyavuş var yanında. Sabitdən pas. Arif nə edəcək? Arifin pası keçmədi. Şahmurad oradaydı. Ceyhundan pas. Namik. Cinahı dəyişdilər. Fərid çata bilmir. Artıq ikinci dəfədir sürətli pas görürük Fəridə. Fərid topu qəbul edə bilmir. Rəşid irəliləyir. Yanında Arzu var. Arzu ilə oynayacaqmı? Ceyhun topu uğurladı. 2-1-dir. Rəşiddən kobud səhv. Orxan. Bərabərliyi poza bilərdi, amma alınmadı. Vaqif Arzu ilə oynayır. Rəşadət topu qəbul edəmir. Şahmurad uğurladı topu. Orxan. Namik. Bir oyuncudan sıyrıldı, irəliləyir. Pasını da verdi. Ceyhun nə edəcək? Və qapıcı Vaqif. Pas vermişdi Ceyhun, amma top Lekaşet az qalsın tora daxil olurdu, amma Vaqif uzanaraq topu götürür. Vaqif uzun bir pas keçmir. Şahmurad mərkəzdə qəbul etdi. Ara pası Orxan, dabanla zərbə, müdafiəçi. Rəşiddir bu. Və qapıdan zərbə qazanır Modern komandası. Vaqif Sabitlə oynayır. Sabit sıyrıldı, pasını da verdi. Arzu itirməyib, pası keçmədi, amma top hələ də Arzudadır. Arzu zərbəsi. Ceyhun başla topu uzaqlaşdırdı. 200-dən zərbə qazanır Modern komandası. Dəyişiklik görürük. Arzu meydanı tərk edir. Rövşən və həmçinin Zakir də oyunda görürük. Sabitə top gəlmədi. Out qazanır bir daha Modern komandası. Kimlə oynayacaq? Yine dəqiq olmadılar.
Rəşadət topu uğurlamışdı, amma kobud oyun. Fit səslənir. Fiti gözləmək lazımdır. Yerdə qalan oyuncu var. Sənan canlı sətti qurur. Fərdi Məmmədov. Canlı sətti qurdu. Topun başında Sabit var. Baxaq ev tapşırığı olacaqmı? Sabitdən pasmı yoxsa zərbə mi? Zərbə! Top Ceyhundan tərk edir meydanı. Out. Zakir topu yerinə yetirəcək, baxır. Yerlə pas və yenə top BES komandasından tərk edir meydanı və ikincidən zərbə. Bir daha Siyavuş mane olur. Hesab bərabərdir. 4-4. Maraqlı qarşılaşma görürük. Sərt oyunlar. Nə edəcək? Zakir zərbəsi. Sənan. Topu uzaqlaşdırdılar. Toplam mübarizə var. Modern komandası out'u qazanır. Sabit baxır. Kimlə oynayacaq? Pasını verdi Arif. Pas keçmədi. Ceyhun mübarizə apardı, amma yenə də top Ceyhundan tərk edir. Arif. Siyavuş dəqiq oynadı müdafiədə. Ceyhun irəliləyir. Nə edəcək? Rəşadət müdafiədə dəqiqdir. Qeyd edim ki, artıq 50-ci dəqiqədir. İkinci hissənin bitməyinə çox az qalıb. Bəlkə deyərdim 1-2 dəqiqə. Baxaq Fərdi Məmmədov nə vaxt bitirəcək oyunu. Siyavuş pasını verdi. Ceyhun. Ceyhun önü boşdu, vuracaqmı? Yox. Davam deyir Fərdi Məmmədov. Zakirdən pas Sabitə. Sabit gözləyir, önündə Siyavuş var. Sabitin zərbəsi, qapçı. Dəqiq oynadı qapıda. Az qalsın. Sabit hat-trick edəcəkdi. Yerdə qalan oyuncu var, bu Şahmuraddır. Şahmurad zədələnir və Zamin istəyir. Oyuna Fərid daxil olur. İkincidən zərbə. Uzun bir pas. Zakir. Və bununla da ikinci hissə bitir. Hesab 4-4 olur. BES 4, Modern 4. Təşkilatçı Fərdi Məmmədov. Həmçinin hakim də Fərdi Məmmədov idi. Şərhçiniz isə Mir Ceyhun Mənsumov idi. Sağ olun, növbəti görüşlərdə əziz izləyicilər.